Salam kanal izləyiciləri, sualımızda deyilir ki, x bərabərdir x kvadratı çıxılsın 8x üstə gəlsin 5a minus 13 parabolasının qrafiki absis oxunu A və B nöqtələrində kəsir. AB bərabərdir 6 olarsa A parametrini tapın. Uşaqlar, bizə verilən parabola, yəni kvadratik funksiyanın parabolasıdır, yəni kvadratik funksiyadır. Və biz də buradan bilirik ki, x1 ilə x2 cəmi, köklər cəmi P-nin əksinə, yəni -8-in əksinə, yəni 8-ə bərabərdir. Və həmçinin biz gətirib burada A-ya x1 desək, B-yə həmçinin x2 desək və bizə məsafəni verib, yəni x2 çıxılsın x1 məsafəsi də bərabərdir 6-ya. Və biz bu iki verilənə görə sistem qursaq, x2 çıxılsın x1 bərabərdir 6. Tərəf-tərəfə topladıqda alınır. x1-lər gedir islah, 2x2 bərabərdir 14. Buradan alınır ki, x2 bərabərdir 7. Əgər x2 7-dirsə, x1-imiz nəyə bərabərdir? 1-ə. Və biz həmçinin bilirik ki, x1 vurulsun x2 hasili də q-yə bərabərdir. Q-nün yerinə bizə verib 5a minus 13. Getirək yerinə qoyaq. 5a minus 13. x1-imiz bəlli, x2-miz bəlli. Yəni 1 vur 7, 7 bərabərdir 5a minus 13-ə. Buradan alınır 5a bərabərdir 20-yə. 20-yə. A da bərabərdir 4-ə.